Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 2024-cü ilin noyabr ayının 25-dən etibarən Kurort Turizm İnformasiya Mərkəzini yaratmışdır. Kurort Turizm İnformasiya Mərkəzinin yaradılmasında məqsəd üzvlərimizin, vətəndaşların yollayışa dair müraciətlərinin operativ və şəffaf şəkildə qəbul edilməsi və həll edilməsidir. Mərkəzimiz ilk fəaliyyətə başladığı günlərdə gündəlik müraciət qəbulumuz 100-150 nəfər olurdusa, artıq gündəlik müraciət qəbulları 3000-dən çox telefon zəngi və 500-dən çox QR kod vasitəsilə müraciətlərdən ibarətdir. Bu da bir günlük müraciətlərin 3500-ə çatması deməkdir. Ümumi statistikaya nəzər salsaq, Kurort Turizm İnformasiya Mərkəzi fəaliyyətə başladığı gündən bu yana ümumilikdə 22 mindən çox yollayışa dair müraciəti qəbul etmiş və bunların 15 mindən çox olan hissəsi artıq təsdiq edilmiş və təhvil verilmişdir. Vətəndaşlarımızın nəzərinə çatdırmaq istəyirik ki, hazırda onlar elanlara yerləşdirilmiş əlaqə nömrələri vasitəsilə, eyni zamanda elanlarda əksini tapan QR kod vasitəsilə də öz müraciətlərini daxil edə bilərlər. Onu da qeyd etmək istəyirəm ki, vətəndaşlarımız iyun ayından etibarən istifadəyə veriləcək e-ahik platforması vasitəsilə də öz müraciətlərini özləri daxil etmək imkanına malik olacaqlar. Bütün bu islahatların aparılmasında əsas məqsəd üzvlərimizin, vətəndaşlarımızın yollayışa dair müraciətlərinin operativ və şəffaf qaydada qəbul edilməsi və sürətli şəkildə cavablandırılmasıdır. Kurort Turizm İnformasiya Mərkəzi, buyurun. Alo, salam xanım. Salam, özünüzü təqdim edin, zəhmət olmasa. Kərimov Hikmət. Zəhmət olmasa iş yeriniz haqqında məlumat verərdiniz. Yasamal rayon orta məktəbi müəllimiyəm. Telefon nömrəniz zəhmət olmasa. 055 435 76 40. Zəhmət olmasa istədiyiniz sanatoriya və ya arzu etdiyiniz tarix haqqında məlumat verərdiniz. Xəstəlik ya narahatlıqla bağlı sanatoriya istəyərdim. İstədiyiniz təyinat üzrə sizi qeydiyyata aldım. Hansı tarixdə getmək istəyərdiniz? İyun ayın 15 olsaydı yaxşı olardı. Bir həftəlik istəyərəm. Sizi 7 günlük istədiyiniz təyinat üzrə qeydiyyata aldım. Sizə geri dönüş edəcəyim. Əlaqə saxladığınız üçün təşəkkür edirəm. Çox sağ olun, minnətdaram sizə. Sağ olun, təşəkkürlər.